Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri tələbələrlə birlikdə ən çox verilən sualları cavablandıracağıq. 3 sual hazırlamışıq. Hazırlayıb daha doğrusu uşaqlar. İndi onlar sualları bir-bir verəcəklər. Mən də sizin üçün cavablandıracağam. Həm də sizə məlumat olar inşallah. Buyur Zeynəb. Üzgüçülüyə başlamaq üçün nə lazımdır? Ən çox verilən suallardan biridir. Çox sadədir əslində qalsa. Yəni digər idmanlar kimi çox nəsə lazım deyil. Sadəcə bura gələndə üzgüçülük geyimi, dəsmal, əgər üzməyi bacarmırsınızsa, qolluq lazımdır, eynək, papaq. Yəni bu 3-4 dənə əşya olsa, yəni ilkin başlanğıcda kifayət edir. Sualım qalan elədə sən Zeynəb? İkinci sualımız olaraq, kluba necə qatılmaq olar? Yay aylarında ən çox verilən sualı, çünki biz qışda klubun reklamlarını çox elədik. Bu 2 saat məşqlər falan. Amma kluba yayda qoşulmaq təəssüf ki, yoxdur. Yəni üzməyi bacarmayan uşaqlar kluba qoşula bilməzlər. Birinci üzməyi öyrənməlidir. Sonra yay ayında nəyə görə qəbul eləmirəm? Çünki bizim məqsədimiz idmançı yetişdirməkdir. Uzun müddətli məşqlər biz nəzərdə tutmuşuq. Ona görə sentyabr ayında qeydiyyatımız var. Qeyd aparırıq özümüzdə. Yəni potensialı olan uşaqları özümüzdə qeyd aparırıq. Amma sentyabr ayından inşallah həmin uşaqları dəvət edirik kluba. Sualım qalan elədi sənin? Üçüncü ən çox verilən suallardan biri, uşağı neçə yaşdan üzgüçülə qoymaq olar? Uşağı 3 yaşından da qoymaq olar. Fərdi qayda bizdə var. Amma yox, əgər qrup dərslərinə, yəni yaxud da bizim komandaya nəzərdə tutursansa Hüseyn, 6 yaşından. Belə uşaq 2-3 yaşından başlayıblar fərdi qaydada. Yəni heç bir problemi yoxdur. Əksinə 6 yaşına, 7 yaşına çatanda öz yaşıdlarından 3-4 addım öndə olacaq. Əgər neçə yaşından başlayıb bilər soruşursansa bu. Yox, əgər bizim komandaya 6-7 yaşından qəbul var, 10 yaşına qədər. Düzdür, bizim klubda 13 yaşından başlayan uşaqlar da var, yəni özlərini yoxlamaq istəyirlər. Biz heç bir etiraz eləmirik, qoşulsunlar bizə, lap yaxşı. Bir də deyirəm, bunu vurğulayım ki, mən dediyim klub bizim idman klubumuzu nəzərdə tuturam. Üzgüçülük, adi üzgüçülük qruplarını nəzərdə tutmuram. Yəni hansı ki, bizim videoların tez-tez paylaşdığım bu uşaqların olduğu klub, yəni bu forma geyinən uşaqların klubunu mən nəzərdə tuturam ki, bizə qəbul inşallah sentyabr ayındadır. Kim uşaqların idmançı kimi, yəni fiziki quruluşunda inkişaf görmək istəyirsə, yəni sağlam ən əsası bunu desəm kifayət edər ki, sağlam kollektivlə, tərbiyəli uşaqlarla əhatə olunmuş bir kollektivdə uşağını böyüməyini istəyirsə, bizim kluba yazıla bilər. Sual cavablarım sizi qanun edir uşaqlar. Allah amanında hər birinizə uğurlar arzulayıram. Hələlik.